Salam hörmətli izləyici. Azər Seydən, bax səndən sonra növbəti insana zərbəni Azər İşıqla Azər Qazbu. Hörmətli izləyici. Zəhmət olmasa bu videonu bəyənin qoy hamı bilsin. Belə ki, Milli Məclisdə parlamentdə qanun qəbul edir və əgər qanun qəbul olsa, yanvar ayının 1-dən qüvvədə olacaq 2026-cı ildən belə ki, sabit məbləğə keçir. Bu nə deməkdir? Qazı və işığı sayğacda yazmaqdan əlavə sayğac belə olması üçün ayda pul ödəmək olacaq. Hər iki məbləği açıqlamırlar. Və bu məsələ bələdiyyədə 2028-ci ilin 6-cı ayına qədər bitməlidir. Hamısını edəcəklər. Problem bilirsiniz nədədir, hörmətli izləyicilər? Və bələdiyyədə insanlar rayondan gəlib şəhərə işləməyə. Qapılarını bağlayıb, pəncərəni bağlayıb gəliblər. Yaddan çıxacaq ayrıq ödəniş eləməyəcəklər. Gəlib görəcək, nə qaz var, nə işıq var, nə də indi suyu da eləməzdir. Su da olsa, vəssalam. Heç nə olmayacaq. Və yaxud bələdiyyədə Bakıda yaşayan sakinlərin əksəriyyəti gedib xaricdə işləyir. Evlərini bağlayıb gediblər. Gələndə bu istirahəti görəcək, nə işıq var, nə qaz var. Bir abıçıq. Dəhşət. Bax, mən özüm 50 olan şəxsən də belə deyək də, bir də görsə birtəhər idarə edirik qazla işığı. Az yandırıq, lazım olanda yandırıq, məsələn qazla işığı. Amma indi bu ayrığı keçsin, nətər olacaq? Dəftər Azərbaycan deyir ki, bunu eləyir və ona görə ki, keyfiyyəti artsın. İndiyənə qədər nəyin keyfiyyəti artıb? De, internetin pulunu veririk. İnternet artıb yox. Eyni şeydir. Deyir ki, vətəndaşlar şikayət edir ki, bəs qaza hava vururlar. Bunun keyfiyyəti artırmaq məqsədi nədir? Əgər bir hava olsa, hava zadı olsa, problem olsa, vətəndaş şikayət edir. Yaxşı, bu vətəndaş nə ilə müəyyənləşdirəcək? Keyfiyyəti nətədir? Qazda, işıqda onu müəyyənləşdirmək mümkün deyil. Onun xüsusi bir laboratoriya var, o da dövlət qurumlarının özlərindədir. Azərqazda, Azər İşıqda, olardadır. Adi vətəndaş müəyyənləşdirə bilmir. Gülməli bir şey var deyirlər, hörmətli izləyici, dəhşətdir. Tutaq ki, misal çəkir deyir, yəni ayda hər sayğaca görə hər qiymət müəyyənləşdirmir. Misal üçün deyir, 1 manat ödəyicisi, əgər belə nə yanında olursa, onu ödəyəcəksiniz. Bir abıçıq, dəhşət. Bu, hava gelib çıxacaq. İnsanlar nə edəcək? Yəni deyəm, İnsanların əksəriyyəti rayonuna gəlib Bakıya işləməyə. Evlərini bağlayıb, qapı pəncərəni bağlayıb gəliblər. O, indi nə etsinlər? İnsan da bir də gördüyün yaddan çıxdı, ödəniş eləmədilər. Qaza, işığa. Yəni, söhbət edir ayrıq ödənişdən. Eləmədilər, gördülər, kəsiblər. Niyə? İnsanlar yazıqdır. İnsanlar bilirdi ki, məsələn, mənim 10 manatım var, 10 manatlıq işıq yandırmalıyam. İndi sən gəl, məsələn, ayda da bir falan qədər qoy ki, məsələn, 5 manat, 10 manat qoy ki, bunu da ödə. Niyə? Deyir, keyfiyyəti artırıq. Sən mənim mal satırsan, sən də keyfiyyəti nəzarət eləməlisən də. Bunu bir baxın, bir öyrənin də, görün nədir. İnsanlara niyə aldanırsınız? Dəhşətdir. Mən hüquqşünas kimi bir şey deyim. İnsanların, məsələn, hal-hazırda qanunla, əgər belə deyək, işığı, qazı, suyu işlədibsə, artıq cərimə gəlibsə, bu cərimədən şikayət edə bilər məhkəməyə. Və belə deyək, məhkəmədə iş baxana qədər, iddia baxana qədər müqəddədi qərardat qəbul oluna bilər, təminatla baxır ki, yəni qaz, su, işıq kəsilməsin. Bu halda nətər olacaq? Nə edirlər bunlar? Azərbaycan məcbur deyir ki, mənə belə deyək də, tarif almazsa, baxsa deyir, tarif almazsa, bu da deyir ki, işığa, qaza, suya mütləq ayrı pul ödəməsi. Niyə? Nəyə görə? Və insanlar nə etsinlər? Bir abıçılıqdır. Dəhşətdir. Mən bunu belə başa düşürəm ki, bunu ona görə edirlər ki, regionlara qaz verməsinlər, işıq verməsinlər. Gəlib deyəndə ki, regionlara niyə işıq, qaz yoxdur? Gecə bir zürəvi vətəndaşlar pulu ödəməyib, ona görə kəsilmişik yoxdur. Niyə? Və insanlar yazıqdır. Sən buna istifadə edirsənsə, İstəyək haqqının qanuna görə, yəni belə deyək də, vətəndaşa satırsansa, vətəndaş pul verirsə, onun keyfiyyətinə özünü nəzarət eləməsə,
keyfiyyəti artıb. Hansı keyfiyyəti indiyənə qədər artıb? Benzinin də qiyməti artıb. Gələndə hər şeyin qiyməti artıb, internetin də qiyməti artıb. Nəyin keyfiyyəti artıb indiyənə qədər? Deyirsiniz, heç nə, ancaq pul yığı var. Mən indiyənə qədər hər görmüşəm ki, pulla bağlı qəbul olan qanunlar təxirə salınsın. Hər ki, onu görməmişəm. Hörmətli izləyicilər. Amma digər hər ki, nəzarət lazımdır. Hər ki, belə ciddi dövlət qurumu sanksiya təbliğ edə bilər qanunun işləməsi üçün. Həmin qanunun işləməyini təxirə salır. Niyə? Nəyə görə? Və mən özüm məsəl üçün əlilliyi olan şəxsində əlilliklə bağlı yüzlərlə qanun var. Belə götürəndə. Onun hansı bir işləyir? Heç biri işləmir. İnsanları aldadırlar. Gəlin görək, əlilliyə işin təmin olması üçün kubota yerləri var. Kubota yerlərinə əlil işə götürmədiyinə görə kimi cərimə ediblər? Heç kimi. Elə biri mən dəfələrlə müraciət eləmişəm ki, mənə işini təmin edim, etmirlər. Niyə? Nəyə görə? İnsanları aldadırlar. Amma tez pul artırmaq lazımsa, qanun qəbul edir. Mənim heç şübhəm yoxdur ki, bu qanun qəbul olunacaq. Yəni, təxirə salınmayacaq. Mən inanmıram ki, təxirə salınsın. Hörmətli izləyicilər, bir absurddur. Dəhşətdir. Yəni ki, bunu nəyə görə edirlər bilmirəm. Niyə belə edirlər bilmirəm. İnsanlara niyə əziyyət vermək lazımdır? Yəni deyən insandır. Bir gördün yatdan çıxdı, bir aya ödəməli. Gəlib gözü kəsib ödü. Niyə? Təzədən onu birləşdirməyə deyəcək falan qədər bir sərvaz qoyaq. Niyə? Nəyə lazımdır? İnsanlara niyə belə əziyyət verirlər? Kim bunu edir? Pul yığması keyfiyyəti artıb pulu yığdı. Eləmirsən ki, regionlarda şərait yarat, insanlar onsuz da odunlara pul verir, yandırırlar. İşıq da zəifdir. Niyə? Bunu başqa cürə edər. İndi sərvət sayıcısa, falan yeri 100 dənə sərvət var, falan yeri 1000 dənə, aynı falan qədər pul edir. Görün, hələ çox demirəm. Bu, belə deyək, şəxsdən, hər evdən, çox demirəm, ayda 5 manat yıxsa, görün nə qədər pul edir. Bir absurddur, dəhşətdir. Hava gedir, ancaq belindən işləyib pul yığmağa. Pul yığmaq belindən işləyirsə, heç olmasa bunu işdəki vətəndaş da qazansın, qazandığında sənə versinlər. Qazana bilmir axı. Qazansın kimi versin də bu yazıq. Qazana bilmədən sonra hardan verəcək? Bir absurddur, dəhşətdir. Ancaq yüküyə. Birinin ailəsi var, birinin öz problemləri var. Biri məsələn mənim kimi, dediyim kimi, əlilliyi olan şəxsdə əlil arabasındadır. Bunlar etməli, nətər olacaq? Niyə insanlara əziyyət verirsiniz? Hörmətli izləyicilər, sizdən sonunda xahiş edirəm ki, bu videonu bəyənin və kanala abunə olun ki, daha çox şəxs bu barədə məlumat olsun. Diqqətinizə görə sağ olun. Sağ olun.